Evet. Merhaba, hoş geldiniz Nur Hanım. Sağ olun. Sesi de açayım hemen ve konumuza yavaştan geçelim. Bugün çok güzel yılbaşı öncesi bir vizyon panosu çalışması yapacağım. Bu panoda neler koymak gerekiyor, ne yapmamız lazım? Özellikle 2026 için dileklerimiz, duygularımız, yani dönüştürmek istediğimiz her ne varsa şimdiden inşallah olsun. Dileklerimizi sunalım ve vizyon panosuyla ilgili Nur Hanım'a söz vereceğim. O da engin bilgilerini bizlerle paylaşacak. Biraz moderatör olacağım bugün. Ara ara katkı sağlayacağım. Çünkü hemen hemen hepsi birebir birbiriyle örtüşen bilgiler olduğu için ben kuantum dilinden anlatıyorum. O bilinçaltı sistemlerinden anlatıyor ama neticede yine biz bir bilinçaltı çalışması kuantumda da yapıyoruz. Bunu bilinçaltı dönüşümünü nörobilimciler de söylüyor zaten. Çünkü beynin çalışma sistemi ağlarla kurulu. Yani edindiğimiz bilgilerle sıkı sıkıya bağlı ağlar birbirleriyle eşleşiyor. Orada ister olumsuz ister olumlu fark etmiyor. Neticede sizin inanç sisteminize bağlı bir şekilde oluşuyor. Bugün 2026 için Vision Board programını hazırlamışsınız. Ve biz sizin dilinizde Azerbaycan'dan da katılım olacaktır. Onlara konuşmanızı isterim. Ben de bizim taraftayım ama hepimiz aslında aynı milletin aslında kardeşleriyiz diyelim. Bu konuda ne dersiniz? Nedir bu Vision Board çalışması? Öncelikle salamlayıram hər kəsi. Deməli bilirsiniz ki, artıq 2026-ya qədəm qoyulur. Hər kəsin bir vizyon board quraşdırma bir istəyi var. Təbii ki, hər kəs istəyir ki, arzuları gerçəkləşsin, həyatını nələrsə çəksin, ev almaq, maşın almaq, yəni hər bir xəyalları var. Amma reallaşmayan arzular var. Bu da nədir? Vizyon boardun doğru quraşdırılmamasından nəticələnir. İndi gəlin baxaq ki, ilk öncə Burcuxam, Vision board nədir buna baxın. Vision board insan beyninə doğru istiqamət vermə aləti sayılır. Yəni biz nə deyirik? Həyatımızı düşüncələrimizlə yaradırıq. Yəni düşüncəmizdə beynimizə doğru mesajı göndərdikdə onun reallaşma ehtimalı da çoxalır. Və beyində necə deyim, yəni görüntü ilə işləməyi daha çox sevir. Yəni sözlərdən daha çox görüntüyə daha çox reaksiya verir. Buna görə də yəni vision board qısacası beyinə doğru mesaj göndərmək deməkdir. Amma onu da deyim ki, biz tamam şəkilləri hazırladıq, qoyduq, bundan yetmir. Yəni orada bir duyğu var, orada bir his var, orada bir inanc sistemi var. Yəni bu üçlü kombinasyon mütləq şəkildə olmalıdır. İnancımız və hissimizi qatmalıyıq. Amma bir çoxları vision boardu yanlış anlayırlar. Məsələn, şəkil yapışdırırlar və bir-iki dəfə ona baxmaqla artıq nəyinsə olacağına ümid edirlər. O artıq reallaşmayanda insanlarda bir məyusluq və inamsızlıq olmağa başlayır. Buna görə də vision board möcüzə lövhəsi deyil. Biz ora şəkil yapışdıraq və orada bir möcüzə yaransın. Yəni səhv yaranan, quraşdırılan bir vision board da bir xoşagəlməz bir nəticələr yarada bilər. Bu da bir ilin məhv olmasına, arzuların gerçək olmamasına, bir məyusluğa gətirib çıxardır. Və bu zaman suallar ortaya çıxır ki, mən harada səhv etdim, zehnim şəkilləri qəbul etdimi? Əgər qəbul etdisə, burada orada yəni zehnində hansı maneə var ki, o şəkillər həyata gerçəkləşmir. Yəni bu vision boardun əsas məqsədi doğru şəkildə beyinə mesaj göndərməkdir ki, bunun da bizim hazırladığımız proqramda 3 üsuldan, əsas 3 üsuldan, 3 qayda ilə biz bunu quraşdıracağıq. Birincisi il enerjilərini hesablamaq, şəxsi il enerjilərini hər kəsin doğum xəritəsinə görə, doğum tarixinə görə şəxsi il enerjiləri hesablanır. Və o il enerjilərinə görə, bu il enerjiləri nəyə görə lazımdır? Baxın, əgər həmin ildə, məsələn, deyək 2026-cı ilin il enerjilərində əgər o bir insanın ev alma ehtimalı yoxdursa, artıq biz evi daxil edə bilmərik. Yəni daxil olduğumuz il enerjiləri də o istəyimizi dəstəkləməlidir. Daha sonra doğru şəkilləri seçməkdir. Və üçüncü və ən əsas məqam isə bilinçaltımızda olan arzumuzu gerçəkləşməsinə əngəl olan neqativ inanclar var. Onları tapıb aradan qaldırmalıyıq, dəyişdirməliyik. Yəni negativi pozitivlə dəyişdirməliyik. Bu əsas üçlü kombinasyon bir yerdə çalışmalıdır, bir yerdə işləməlidir. Əgər biz birini edib ikisini unutsaq, ikisini edib birini unutsaq, yəni üçü də bir-biri ilə bağlı və tam net, dəqiq bir cavab gözləyiriksə, onun reallaşmasını istəyiriksə, bu üçlü bir yerdə çalışmalıdır. Evet, şimdi bu üçünü bir yerde çalıştıralım diyoruz da biraz açalım çünkü daha iyi anlaşılmasını isterler seyircilerimiz de. Tamam. Burada selam yazanlara da hoş geldiniz. Keyifli yayınlar dileriz. Tamam. Hoş geldiniz.
vizyon panomuzda programın bu program diyoruz aslında. Biz isteklerimizi o programa resimler vasıtasıyla görsel olarak yerleştiriyoruz ama bunun dışında siz dediniz işte hisleri koymak lazım. Ben de bir taraftan da diyorum ki eğer bu işleri hiç girmediyseniz, hiç bilmiyorsanız ve ilk defa bir vizyon panosu da hazırlıyorsanız ufak ufak hedefler, yani ulaşılabilir, daha kolay bir şeklinde hazırlamak sanki daha kolay olacak. Ama biz hani bu alanların içinde olduğumuz için biraz daha hedefler üst noktada olabiliyor. Ama ona işte inanç koymak çok önemli. İnancımız eğer çok büyükse neden olmasın? Çünkü biz kendimiz bir mucizeyiz en başta. Yani anne karnına bebek bir fasulye tanesi olarak düşer. Sonra o gelişir, bebek büyür ve sonra işte zamanı geldiği zaman doğum gerçekleşir. Oradaki mucizeden yani ben her seferinde tüylerim diken diken oluyor. O bebeğin oluşumunu Yaradan bize bahşediyor. Bu vizyon panosundaki zenginliği ya da işte eğitim ihtiyacı belki oraya koyduğunuz resim olarak neden karşılamasın? Rabbimiz ne diyor? İste, yeter ki iste. Yani istemekte bir şey yok. O yüzden hani ilk defa hazırlayanlar için belki minik istekler. Çünkü inancınızı oturtmanız daha kolay. Ama yok ben yüksek isteyeceğim deyip inancınızı kırmaktansa ona inanç koymak daha kolay olmayabilir. Ondan minik diyoruz ama bu programa sizce vizyon panosuna ne dahil olmalı? Yani biraz daha geniş açıdan bakalım. Çox gözəl qeyd elədiniz ki, heç ümumiyyətlə, yəni bu eğitimlərdən bilgisi olmayan necə hazırlaya bilər? Mən buna bir qısa bir şey əlavə edim ki, bilirsinizmi Burcu xanım, hər kəs bilir ki, zaten öz daxilindən gələn o hisslərə qulaq assa bilməsə, doğrunun nə olduğunu biləcək. Yəni mütləq ki, ora o panoya böyük bir hədəflər qoymağa ehtiyac yoxdur. Və şəkilə baxdığımız zaman zaten biz hiss edirik. Onu yani ne deyirik, arzumuzla frekansımız eyni, yani isteğimiz eyni frekansda olmalıdır. Yani biz onunla eyni frekansda olmalıyıq. Eyni enerjide, eyni titreşimde olmalıyıq. Eğer beden onu hiss eləyirsə, biz baxırıq və şəkilə baxırıq, orada o hissi, o duyuruqsa, demək ki orada bir titreşim var. Demək ki orada bir çağırış var. Yani vacib deyil, zaten hər kəs eğitimlə eləmir bunu. Hiss və duyğularla. Bu çox önəmlidir. Nə deyirik? Düşüncəmiz, ruhumuz və bədənimiz. Bu üçlü dəngədə olmalıdır. Üçü də cavab verməlidir. Həm inanmalıyıq, həm bədən onu hiss eləməlidir. Ruhumuz hiss eləməlidir. Bəli, hiss etdiyimiz zaman, bax mən nə deyirəm ki, yanlış başa düşürlər. Şəkil yapışdırdım ora, tamam, baxmaqla, bir-iki dəfə baxmaqla reallaşa bilər. Xeyr, bu belə deyil. Bir dəfə baxıb onu hiss etdiyimiz zaman bədən onu artıq reallaşdırmağa ehtimalını çoxaldır. Yəni əsas bura hiss və duyğularımız. Mən il enerjilərlə də əsas danışmaq istəyirəm. Mən bunu bir təcrübəmdən misal çəkəcəm. Ki daha anlaşılır olsun. Çünki bunu yaşayan həqiqətən də çoxdur və onu da qeyd edim ki, biz artıq 2025-ci ildə 9 enerjisindəyik. 9 artıq dönmələri buraxmaq bitiş enerjisidir. Deməli bir təcrübəmi misal çəkmək istəyirəm. Bir gün bir danışanım mənə zəng elədi ki, heç özümü yaxşı hiss eləmirəm. Bu 2025 mənə heç düşərli olmadı. İçkilər oldu, ayrılıqlar oldu, işimi itirdim, depressiyaya falan düşdüm. Artıq bir-iki cümləsini Sesiniz gitti. Tekrar bir... Evet, şimdi geliyor sanırım. Zəng gəldi onun üçün. O artıq danışanda mən onun hansı enerjilərdə olduğunu hiss eləməyə, anlamağa başladım. Və onunla görüşdük, xəritəsini açdıq, il enerjilərini hesabladıq. İl enerjiləri onun 9, bilirsiniz ki, 3 dənə əsas il enerjilərimiz var, yəni şəxsi il enerjilərimiz var. 9, 5 və 4 idi. Və ona bu enerjini, bu ağırlığı, depresiyanı verən əlbəttə ki 9 idi. 9 nədir? Bizə daxilimizdə əsl kimliyimizi kəşf etməyimizi göstərir. Bizə özümüzü qaytarır. Buna görə o hadisələri bizə yaşadır ki, biz özümüzlə baş-başa qalaq, görmədiyimiz, bilmədiyimiz öz dəyərimizi özümüzə qaytaraq. 9 pozitivdə nədir? Nə deyirik? Yeni eğitimlər almaq, bilgilər almaqdır. Və aldığımız bilgilərlə insanlara işıq olmaqdır, öyrətməkdir. Və 5 və 4 var. Yəni bu üçlü boş-boşuna deyil. Üçlü kombinasyon bir-biri ilə əlaqəli işləyir. Üçü də bir-birinə kömək olur. 4 və 5 nədir? Yenə də eğitim almaq, bir sistem qurmaq və öz ayaqlarının üzərində durmaqdır. Düzdürmü? Və xanımda da bir il öncə eğitimini yarım qoymuşdu. 9 ona yenidən depresiya yaşadaraq, bu vəziyyətləri yaşadaraq onu göstərir ki, yenidən eğitiminə qayıdıb 4 və 5 olmalısan. Öz sistemini qurmalısan. Yəni il enerjilərimizi bilmək, baxın bu qədər. Əgər o zamanında o 9-un ona bu yaşatdıqlarını bilsəydi, bu qədər depresiya keçirməzdi, öz təhsilinə qayıdardı. Yenidən əgər 9-u pozitivdə yaşamağı seçsəydi,
5 ve 4'ün də haqqını verərdin. Həqiqətən də o sistemi qurardı, öz ayaqları üzərində durardı, yeni bilgilər, yeni eğitimlər. Deməli, sən eğitimini yarım qoymusan və 9 sənə bu hadisələri yaşadaraq sənə bunu göstərmək istəyir. Bax, heç bir enerji negativdə deyil. Sadəcə biz onu görmədikdə, fərqində olmadıqda o bizə negativlə ayıltmağa çalışır. Evet. Bunu mən indi vizyon boarda gələcəm yavaş-yavaş. Deməli, 9-dan sonra biz hər ildə il enerjilərimiz dəyişir. 9-dan sonra nə gəlir? Artıq ona keçir həmin xanım. O nədir? Həyat çarxıdır, kader çarxıdır və bolluk, bərəkət, zənginlik deməkdir. Əgər sən 9 enerjisini həqiqətən də görüb fərqində olsaydın, pozitivdə yaşasaydın, artıq sən 9-dan ona keçirsən. Və o həyat çarxını ona təslim edəcəkdin, rahatlıqla ona təslim edib, artıq orada qurduğun 4 və 5-in sistemində bolluk, bərəkət gətirəcək 10 sənə. Amma sən 9-da təslim olmamısansa, sən buraxmamısansa, sən özünü iç dünyanla baş-başa qalıb özünü yenidən kəşf etməmisənsə, sən öz doğrularını görməmisənsə, sən onda artıq 10-cu enerjiyə keçəndə 2026-cı ildə artıq o özünü, o həyatın çarxını təslim edə bilməyəcəksən. Onun da negativi nədir? Eyni hadisələrin təkrarı. Necə ki 9-u yaşamısan, yenə də 2026-cı ildə onda eyni şeyləri təkrar edəcəksən. Bax, biz negativ tərəfdən Fark ettiği zaman. Aha. Amma indi baxın görüm ki, biz il enerjilərimi bilmədikdə negativdə yaşayırıq və hər ilimizi necə təkrar döngülərlə, eyni hadisələrlə, eyni problemlərlə, eyni fərqindəliyimiz görməzdən gəldikcə, yəni yaşayırıq. Bu nədir? Hər yaşımızın, hər günümüzün, hər enerjimizin, hər ilimizin demək olar ki, məhv olmasına, boşa getməsinə, bu zaman artıq üsyan etməyə başlayırıq. Yəni doğruları görmürük. Burada fərqindəlik çox önəmlidir. İndi baxın görün Burcu xanım, tutaq ki, belə bu xanımdan da misal çəkim. Bu xanım vizyon board qurmaq istəyir özü üçün xəyallar lövhəsi. Sizcə o doğru şəkilləri seçə bilərmi? Tabii ki hayır. Şimdi zaten depresif neyi seçecek? Seçenekleri çok daraltıyor ve şöyle diyeyim, gerçek bir şekilde kurmuyor, hayali kalıyor. Bəli, çünki o 9-da qalıb, onun beynində nə var? Həkilik, depressiya, qorxular, eyni şeylər təkrarlanır. Bu o şəkili heç vaxt düzgün seçə bilmir. Orada bir ego var, orada bir özünə isbat etmə üsulu var, orada bir tez o depressiyadan çıxma üsulu var. Ona görə də bu şəkillər heç vaxt düzgün seçilmə şəkillər olmayacaq. Çünki biz beynimizlə görüb və hiss edərək o şəkili seçməliyik. Və beyin düzgün qərar vermədikdə heç vaxt düzgün şəkil seçməyəcək və o baxdığı şəkildə də yenə də beyin düzgün reaksiya verməyəcək. Düzgün frekansı keçə bilən deyil. Çünki şəkil səhvdir. Və ona baxdığı zaman yenə də beynindəki qorxuları, yenə də o narahatçılığı, təkliyi, təlaşı, onları hiss edəcək. Buna görə də yəni il enerjilərimizi bilmək həqiqətən çox önəmlidir. Yəni əgər sən keçmişdə qalmısansa, sənin seçdiyin şəkil, sənin qurduğun vizyon board sənin seçimin olmayacaq. Sənin keçmiş yaşamdan gətirdiyin qorxuların, sənin bilinç altında olan ailəndən və ya sonradan qazandığın inanclarının seçimi olacaq. Ona görə də ilk öncə sən özün olmalısan, özünü kəşf etməlisən, sən mən kiməm? Mən əgər əsl mən olsam hansı şəkili seçərdim? Hansı panonu, bu panoda hansı şəkillər yerləşərdi? Yəni buna görə, çünki göz görür, zehin qəbul edir və bədən o titreşimi, bədənə də o titreşimi göndərir. Üçü bir yerdə, bu üçlü kombinasyon da bir yerdə mütləq işləməlidir. Əgər göz görür və zehin orada qorxu hiss edirsə, bədənə də qorxunu göndərəcək. Yəni o zaman o şəkilin, o panonun reallaşma ehtimalı tamamilə aşağı düşür, yəni sıfır olur. Buna görə də il enerjilərimizi bilmək çox önəmlidir. İl enerjilərimizi bildikdə doğru şəkilləri seçə bilirik. Doğru şəkilləri seçdiyimiz zaman isə tamam, hər şey doğrudur. Enerjimizi bildik, şəkilləri seçdik, bəs buna əngəl olan nə var? Bilinçaltı qorxular var. Və onlarla da işlədikdən sonra tamamilə aradan hər şey qalxır və onun reallaşma ehtimalı da çoxalır. Aynen. Evet, şimdi aslında nasıl astrolojide diyoruz ya, yükseleni biliyoruz, işte Satürn'ün etkisi şöyledir falan. Aynı şekilde bu biz Kader Matrix'i eğitiminden bahsediyoruz seyircilerimiz. Orada bizim kendi kişisel doğum tarihimize özel 2026'ya yansıyan enerjilerden bahsediyoruz. Yani 2026 10 enerjisinde ama bu genel dünyada herkesi etkiliyor. Ama bizim doğum tarihimiz aynı parmak izimiz gibi. Evet. O ize binaen işte 4 dedi Nur Hanım, 5 dedi, 10 dedi. İşte danışanlarımızda o rakamların özel hesabı var. Bu hesaba göre biz işte vizyon panosunu hazırlatıyoruz. Mesele burada. Yani sen diyorsun ki işte ben resimleri seçtim ama bu bilinçsizce bir seçim oluyor. Bilinçli seçim, enerjini bildiğin, yaptığın çalışma ve
Çalışmadan emeksiz bir yar olmaz derler değil mi? Yar olmaz. Çalışacağız üzerinde. Kendimizi geliştireceğiz. O konu hakkında bilgi edineceğiz. Nice güzel bilgiler artık çok kolay erişebiliyoruz. Danışmanlıklar alacağız. Bizde bir anda olmadı bunlar. Yani Evet. Nurhan'ın diyor işte 5, 6, 7 yıldır uğraşıyorum. Ben keza 8, 9 yıldır bu konularda uğraşıyoruz. O yüzden hani bunları kişisel anlamda dönüşüm istiyorsanız bu enerjilerinizi doğum tarihinize göre size yansıyan enerjileri bilmek çok değerli. O zaman kafada bir ampul yanıyor. Diyorsunuz ki, evet bu yüzdenmiş. Benim burada bir döngüm var. Evet ben işte babamın onayını almadan adım atamıyorum. İşte 5 enerjisi ya da 19 görülemiyorum. Neden? Herkes parlıyor ama hep onun önünde bir hani güneş tutulması derler ya. Ay geçer, güneş tutulması olur, güneş görünmez. Aynı onun gibi görülmeme korkusu bile, yani travmalar bile senin görülmez yapar. Yani 19'unu parlatman lazım. Eğer 2'ysen gizemini çözmen lazım. 3'sen o dişil enerjini ortaya çıkartıp bolluk, bereket, korkunu, travmandan arınman lazım. İşte 4'sen bir yapı inşa etmen lazım, sistem kurman lazım. 5 de öyle keza. Ama hepsi işte 2 ve 3 böyle biraz daha dişil. Anneye bağlı deriz. İşte 4, 5 bunlar çok derin bilgiler. Şu an zaten eğer bunları konuşmaya başlarsak sabaha kadar buradayız. Biraz daha kısa kesmek adına, biraz daha bilgi edinmeniz adına anlatıyorum ki siz de vizyon board yani vizyon panosunu hazırlarken kendi enerjinize ne uygun? Hangi enerjiyle eşleşiyorsunuz? Hangi enerjiyi dönüştürmeniz lazım ki kolaylaşsın? Yani o hayaller, istekler boşuna önünüze düşmüyor. Yani düşünüyorsanız zaten var olacağı ihtimalleri yüksektir. Yani bunu kuantum düşünce de söylüyor, Einstein de söylüyor. Yani alanınıza düşen bir şeyi kendi alanınızla çekmenin formülleri negatif de değil, pozitif de dönüştürmek. Ve ben en son daha en etkili ve kalıcı olması için ne yapması lazım izleyicilerimizin? O resimleri seçerken hangi hisleri barındırmalı ya da neler yapmalı? En sonunda biz yani çalışmaları tek edəcəyik. Birinci qrup şəklində uzun proqram üzərində qrup şəklində bütün şəkilləri seçəcəyik. İl enerjilərini bu məlumatı da verir burada izləyicilərə. İl enerjiləri qrupa kimlər daxil olacaqsa, şəxsən özüm hesablayıb onlara təhlil verəcəm. Yəni üçlü kombinasyon. Hər kəsin öz şəxsi il enerjiləri. Daha sonra şəkillər seçiləcək, daha sonra bilinçaltı negativ inanclar təmizlənəcək və ən sonda isə təbii ki, qrupda, bağlı WhatsApp qrupunda hər kəsə detallarına qədər məlumat veriləcək. Amma ən etkili olan da həmin duyğuları hiss eləmək. Yəni hiss yükləmələri bunlar çox önəmlidir. Bilirsinizmi nəyə görə? Çünki bu zamana qədər məsələn soruşuram neçə yaşın var? 30, 35, 40. 40 yaşa qədər beyində və bədəndə qorxu hissi qalıb. Məsələn, mən maşını alsam qəza törədərəm. Maşının necə bir hiss olduğunu bilmir. Bədənin yaddaşında o yoxdur. 30 il ərzində bədənin yaddaşında maşınla bağlı maşın təhlükəlidir, maşın qəza törədər kimi negativ inanclar var. Bədənin yaddaşında da o var. O təmizləndikdən sonra artıq bədən və zehin o hissi duymalıdır, bilməlidir və yaşamalıdır. Hiss yükləmələri bunun üçün çox önəmlidir. Yəni doğru hiss yükləmələri. Məsələn, maşın almaq mənim üçün təhlükəsizdir. Maşın sürməyin necə gözəl bir hiss olduğunu bilirəm. Bunu artıq dilə gətirdikdə artıq beyin xatırlamağa başlayır. Bədən o titreşimə düşməyə başlayır. Yəni bunu bir neçə müddət təkrar etdikdə, doğru şəkillərə, doğru enerji ilə baxdıqda, doğru hissləri bildikdə artıq onların reallaşma ehtimalı da çoxalır. Ona görə bu proqram çox detallı və çox dəqiq və çox gözəl bir proqramdır və bir çoxları 2025-də hazırlayır bilirsiniz ki, yəni amma biz 2025-də artıq 9 enerjisi ilə bitiririk hər şeyi. Hər şey deyərkən yüklərimizi, bizə lazım olmayan inanc sistemlərimizi, qorxularımızı artıq bunun zamanıdır. Artıq bunları daşımağa heç bir ehtiyac yoxdur. Öz dəyərimizi öyrənməyin zamanıdır. İstəklərimizi həyatımızda keçirməyin zamanıdır. Artıq onların reallaşma zamanıdır. Bilirsiniz ki, oyanış dövründəyik hər birimiz. Artıq o köhnə düşüncələrlə, köhnə inanclarla yaşamağın heç bir mənası yoxdur. Onlar bizi ayağımızdan və qolumuzdan bağlanan zəncirlərdir. Onlar bizi heç vaxt qabağa getməyə qoymayacaq. Heç vaxt zirvəyə çıxmağa, heç vaxt özümüzü görməyə imkan verməyəcək. Ona görə onları buraxıb və 2026-cı ildə yeni bir sistemlə, tərtəmiz və bir enerjisi ilə başlayırıq. Bir enerjisi nədir? Bir bilirsiniz ki, özünü ifadə etməkdir, danışmaqdır. Hər kəs öz fikirlərini rahat ifadə edə biləcək bir il olsun. Və bu proqramı da ən gözəl niyyətlərimizlə hazırladıq. İnşallah ki, ehtiyacı olan, necə deyim, yəni istəyən hər kəsə fayda ola bilərik.
Belə bütün qalan detalları da hər kəsə, yəni orada izah olunacaq, hər kəsdən necə lazımdır çalışılacaq. Belə bütünə fayda olsun deyirəm. Siz də o qurduğunuz plan proqramdan danışa bilərsiniz. Biraz hansı şəkildə edirsiniz də. Yani ben biraz daha işte kader matriksi artık karmik numeroloji eğitiminde alıyorum bir taraftan onu tamamlamaya çalışıyorum ama hepsi birbiriyle çok bağlantılı. Ama Ben de. tamamen kader matriksi inanılmaz yani numerolojinin derya deniz kısmı. Çünkü gerçekten doyurucu. Bütün sorulara cevap veriyor. Bütün içinizde o soru işaretleri diyeyim cevaplanmamış, bir türlü cevaplayamadığınız. Bütün sirləri açır demək olar. Bir qaranlıq yer qalmır. Hər bir şeyi göstərir. Evet yani A'dan Z'ye kadar kendinizi orada birebir görmeniz, orada yaptığınız hataları görmeniz, orada yaşadığınız anları harita sayılar kombinasyonundan görebilmek inanılmaz mutluluk verici ve çok sisteme, yaradana şükrediyoruz. Yani biz eğitimleri öyle alıyoruz. Çünkü böyle şükürler olsun buradaymış bunun cevabı. Ya bu muydu benim aradığım? Ben 44 yaşıma gelmişim hala bulamadığım cevapları kader matriksinde bulup da diyorum ki hayran kalmamak elde değil bu enerjilere. Ben ki inanmayan bir insandım. Yani numeroloji de ne, kapı numarası da ne, işte böyle şey mi olur? Ama sonra bu işin içine girdim ve bu eğitimi aldıktan sonra bunu artık iş edindiğime göre yani ben çok mantık yürüten, çok mantıksız bir işe kesinlikle girmem. Hiçbir şekilde oraya imza atmam. Onun hakkında konuşmam. Ama bana mantıklı geldiyse bir beş insanı olarak o sisteme hayran kalmam. Yani bütün herkesin aslında bu sistemi öğrenmesi gerekiyor bence. Yani kişisel haritasındaki o çıkan muazzam rakamların öyküsüne şahit olmanızı, deneyimlemenizi isterim. Ben ne yaparım vizyon panosunda? Tabii ki 2026'da uç örnekler değil, daha ulaşılabilecek, olabilecek resimlerimi buldum. Onları içsel resimlerim ama. Yani mesela kimi ev seçiyor, bulduğunu koyuyor. Öyle bir ev değil. Benim Evet. evim denizin kenarında olmalı. Ben denizi çok seviyorum. Böyle su olmalı o evimin kenarında. Deniz olmasın hadi bir akan bir şey olsun. Çünkü ben ordulu olduğum için o özlem atalarımdan gelen bir hissiyat. Ki haritamda da öyle çıkıyor. Yani onları onurlandırmak. 5 insanı babanın toprağını onurlandıran kişidir. Yani demek ki ben ya Ordu'ya taşınacağım. Gidişat onu gösteriyor. İşte Ordu temalı bir ev resmi bulup koydum. Çünkü zaten benim topraklarım. Zaten oraya dönüş hissiyatım var. Zaten öyle bir ev hayalim var. İşte yani yaşam stilime uygun köklerim de 5'i arzuladığı için babanın toprağında bir şeyler ek biç, bir şeyler yap orada mesajını da verdiği için bak hemen diyorum ki ben 5 olarak vizyon panoma babamla ilgili bir toprakla ilgili bir ev koymam lazım. Otomatik koydum. O cepte sonra dedim ki ben 12 fedakar hep veren bir enerjiyim. Alma enerjimi açmam için hediyelerle dolu böyle mücevher mi istiyorum artık neyse onunla ilgili bir resim koydum. O da işte 12'nin negatifinde olduğum için hediye alamayan ve aldığı zaman utanan kişiler için hediye ile ilgili aldığım zaman mutlu olacağımla ilgili beni çeken o hissiyatı veren bir resim. İşte yatırım mı yapamıyorum? 10. Negatifte çalıştığı zaman parayı har vurup harman savunur. Borcu borçla öder döngüye girer. Bu da onun negatif aslında. Orada da işte yatırıma yönlendirecek resimler. Banka kasası kasa olabilir. İçi dolu paralı kasa olabilir. Yani bu da onun enerjisinin verdiği işte pozitifte o hissiyatı yaşatacak bir resim koyabiliriz. Arabanız mı eskidi, değiştirmek mi istiyorsunuz? Ama işte gücünüzde, kuvvetinizde hadi bir tık, iki tık yukarıdaki bir model seçip ben mesela tamam minik arabaları çok kullandım. Biraz daha büyük araba hadi deneyeyim diye. İşte ihtiyacıma da yönelik bir resim bulup ona uygun alabilir miyim? Çok şükür alırız deriz. Yani onda bir taraftan da tevekkül eder. Yaradan nasip eder çok şükür der. Onun önüne düşüverir. Yani işte sayıların bizim hayatımızda etkisi bu şekilde. Yani ona his bağlamak, onunla ilgili duygu, düşünce yaşamak. Orada kuantumda 17 saniye kuralı deniriz. Yani o hisse 17 saniye durabiliyor musun? O his nedir? Ulaşabildiğin zaman onunla ne yaptın? O arabaya bindin, arabayı kullandın. O hayalindeki arabanın içine bindin mi? Onunla trafiğe çıktın mı? Onun içinde müzik açtın mı? Orada bir anı yaşadın mı? Çocukları arkaya attın. Şarkı söyleye söyleye gittiniz mi? Yani tek resim değil konu. Onunla Evet. ilgili hissiyatlarınız orada kalbiniz pırpır attı mı? Önemli olan burada düşündük. Resimlerimizi bulduk. Kendimize özel. Herkesin resmi özeldir. Oradan kalbe indirdik. Duygu yükledik. O duyguda kaldık. Gerekirse yazın deriz. Yani ben yazma taraftarıyım. Yani 3 gün, 6 gün, 9 gün ama 3 gün işte arabanın modelini yazarsın.
plakasına kadar yazarsın. İşte 6. gün dersin ki o arabayı işte evimin önüne böyle süslü paketli getirdiler. Arabaya biniyorsun. İşte 9. günde 9 defa yazacağım. Artık arabayla seyahat ettiğinde o şarkı söylemeler devreye girecek. Anılar devreye sanki olmuş, oldu gibi onun hissiyatıyla yazarken bütünleşmek. Yani bu teknikler çok sıralanır. İşte o yüzden işte Nur Hanım'dan, benden destek alabilirsiniz. Destek şart. Çünkü bir bilene danışmak sizin belki küçük bir meblağ yatırdığınız parayı kat kat arttıracak. Yani size çok pozitif, güzel bir dönüşü olacak. Onun dışında ben de işte 2026 için enerjiler, işte ay enerjileri, Ocak ayında hangi enerjiyi yaşayacak, Şubat'ta hangi, Mart'ta hangi, bunu işte olumlamalarla, meditasyonlarla nasıl dönüştürür? O çalışmaların peşindeyiz, uyguluyoruz inşallah. Çok da güzel Evet. açılımlar alacağınızı düşünüyorum. Mən hər zaman deyirəm ki, yəni rəqəmlərə sadəcə bir riyaziyyat kimi, bir riyazi rəqəm kimi baxmayın. Rəqəmlərin arxasında böyük bir enerjilər var, böyük bir həyat var, böyük bir yaşanmışlıq var. Yəni biz deyirik ki, ilimiz, günümüz, ayımız pis keçdi, yaxşı keçdi, hansı hədiyyələr oldu, bu ay hansısa təhsil aldım. Məsələn, mənim bu ilki enerjilərim 18, 5, digərini unutdum, üçlü kombinasyon. 5 nədir? Eğitim almaq, qruplara qatılmaq. Yəni mən demək olar ki, öz eğitim sistemimi 5-dən qurdum. 18 nədir? 18 bilirsiniz ki, o da bir tərəfdən depressiya verir neqativdə. Demək ki, verdi mi? Verdi. Demirik ki, biz rəqəmləri bilirik, həyatımız wow, dəhşət, yəni möcüzələr kimi keçir. Xeyr, biz də neqativini yaşayırıq. 18, 9 mənim xəritəmdə çox olan rəqəmlərdir. O da insanı özünə döndərir. Depressiya yaşadım mı? Yaşadım. Və yaxud da ki, tək qalmaq mı? Qalmaq. Zaten enerji bizdən bunu tələb edir. Əgər o varsa, demək ki, əgər hal-hazırda, məsələn, bunu məndən istəyirsə, demək ki, burada mənə göstərməli olduğu nəysə var. Mənim görməli olduğum və məni xidmət etməyən, dəyişməli olduğum hansısa enerjilər var. Mən artıq onları buraxmalıyam. Əgər mən üsyan eləsəm ki, ay, belə həyatım belə oldu, elə oldu, gələn ildə heç bir şey dəyişməyəcək. Ona görə də il enerjilərimizi bilmək çox önəmlidir. Yəni bu sadəcə rəqəmdən ibarət deyil. 5 var, 4 var, 3 var. Mən bilirəmsə özümü bu şəkildə dəngələyə bilirəm. Eynilə mənim kimi yüzlərlə insanlar, hər kəs. Necə ki həyatını üsyan etmədən, hər gününü boşa keçirmək istəmirsənsə, hər ilin məhv olmasını istəmirsənsə, bu rəqəmlər sənə sadəcə yoluna işıq olacaq, sənə doğru olanı göstərəcək, sənə böyük bir fərqindəlik qazandıracaq, sənə kim olduğunu xatırlatacaq. Sənə gələcəkdə hər gününü, hər yaşını, hər ilini daha gözəl keçirməyin üçün buraxmalı olduğun zəncirlərin, inancların, onları nələrdirsə onları göstərəcək sənə. Yəni xəritə çox düz qeyd edirsiniz ki, Burcu xanım. Həqiqətən də biz zaten dərslərdə və ya qruplarda eşq yaşayırıq, bir sevgi yaşayırıq bu xəritələrlə. Hər haftamızda da bizi şaşırtır. Yəni bunlar ola bilərmi? Suallarını yaşadır və olur, həqiqətən də olur. Çox böyük bir möcüzədir. Böyük. Yəni ona görə də sizin də dediyiniz kimi verdiyiniz kiçik bir məbləğ sizin həyatınızda böyük dəyişikliklər, böyük möcüzələr yaşadacaq. Özünü sevən, özünə dəyər verən, özünü seçən hər kimsə bu addımı atmalıdır. Yani özünü düşündürür Yani size. okul zaten hep böyle bilgi üzerineydi, eğitim üzerineydi. Biz niye 2025'te bu kadar bilgilendik? İşte 2025'in aslında 9 enerjisine tekamül etmesinden dolayı. Yani Evet. 9 içselliğe dön, içindeki özünü ortaya çıkart ama nasıl bilgiyle, işte eğitimlerle, yani tek kendine faydan olmasın, herkese o hizmeti, bilgini ver. Çünkü 9 gerçekten çok güzel bir enerji ve 9 insanlarına da hayranım. 9'unda doğanlar özellikle çok derin düşünürler. Yani ben hani 5'inde doğduğum için Mayıs ayından bahsediyorum. Ben onu kadar derin düşünemem. Yani o daha böyle detaya iner. Onu siz Detaylar, merak ettin. evet, detaylar, Anladım. oradan onu çıkartır ama engin bir bilgi çıkartır. Yaradan ona boşuna o bilgiyi sunmuyor. Versin. O bilgiyle işte bir 5 şifalansın, bir 10 şifalansın, bir 12 işte alma verme dengesini bulsun. O kadar da fedakar olmasın bu hayatta. Biraz da kendi özünün neticede hani 18 diyorsunuz travmalar kendi iç dünyasına dönüyor. 18'de bir taraftan 9 artı 9 oluyor. Yine bakın kendi Evet. iç dünyasında kaybolması 9'dan ötürü özünde. 12'ye baktığın zaman 6 öz sevgi diyor. Öz sevgi. Beni sev diye gezen işte herkes için işte Haziran ayında doğanlar. Diyoruz ki hayır beni sev diye değil, kendini seveceksin. Kendini kabule geçeceksin. Kendinle barışacaksın. Kendin için yapacaksın. Bir işi, bir evliliği, bir arkadaşlığı. Sadece paşa gönlün ne istiyorsa 6 için öyle güzellik için var onlar.
estetik için varlar. Onlar çünkü dünyayı güzelleştirmek için gelmişler. Bakın her sayının bir misyonu var. Yani bir gelmiş, bir nedir? Birincisin sen. Bir numarasın, lidersin. O geçmiş ataları da konuşamayan, onların adına konuşmaya gelen. Aslında biri negatifi susan ama pozitifi onların konuşamadıklarını konuşan, o bilgiyi konuşamayan lider güç. O da büyük bir şaşalı çünkü dimdik duruyor ayakta. Ayakları sağlam, dimdik durması lazım. Yani her bir sayıyı böyle eştikçe, biçtikçe diyoruz ki her kişinin boşuna bir Ocak'ta, Şubat'ta doğmuyor. Onun misyonu var bu hayatta. Yapması gerekenler var. Yani dünyada yapmamız gereken yani her türlü işte ibadetti. İşte Yaradan'a inancını güçlendirmekti. Hizmet etmekti. Yani bunlar tek tek sayıların açılımında da var. Aynı zamanda işte bizim danışmanlık verdiğimiz kısımlarda bunlar. Hani diyoruz mesela benim danışanım geliyor Şubat ayı doğumlu. Ama o kadar gizemli. Ben açamıyorum. Çok zor açıyorum. Açılınca da kendi arkasındaki o perdedeki ne gizliyorsa onlar çıkmaya başlıyor ve kendi de şaşırıyor. Kendinden bile gizlemiş. Yani o kadar kapalı kutu ki. Gerçekten onları açtıkça o gizemlerini kendi enerjisini buluyor. Kendi dişiliğini buluyor. Kendi bolluk bereketini buluyor. Ama bir taraftan baktığın zaman o da bir bilgeliğin imparatoriçesi. O da dişiliğin yani bolluk bereketin. Eğer senin bolluk bereketin yoksa ve Şubat ayı doğumluysan bil ki gizliliklerini açman lazım. Kendi maskeni düşürmen lazım hayatta. Yani böyle böyle işte Nur Hanım da bir WhatsApp grubu kuracak bununla ilgili. O grupta ne yapmayı planlıyorsunuz? Biraz daha bilgi verirseniz yeni katılımcılar da var. Onlar da öğrensinler. Eynilə bu program haqqında danışacağıq. Yəni qrupda, yəni Ocaq ayında, yanvar ayında olacaq Vision Board programı. Proqramda nələr edirik? Hər bir incə detalına qədər orada məlumat veriləcək. Daha sonra görüşü biz tam təyin eləməmişik. Ya ilk həftəsində yanvarın, Ocaq ayının ya da ikinci həftəsində olacaq. Və o təyin edəcək günü sonra Zoom proqramı üzərində görüşəcək. Yəni o WhatsApp-da sadəcə hər incə detalına qədər nə ediləcək, hansı addımlar atılacaq, doğum tarixləri alınacaq qeydiyyatdan keçən insanların ki, şəxsən mən özüm onların doğum tarixlərini hesablayıb il enerjilərini onların özlərinə təhvil verəcəm və sonra görüşdə izah olunacaq ki, bu enerjilərə bu il bunlar gərəkir. Məsələn, deyək ki, 5 enerjisi eğitim almalıdır, bir sistem qurmalıdır, 6 sevgidir, yeni bir evlilik ola bilər, bolluk bərəkətdir. Yəni bu şəkildə hansı il enerjiləri səni hansıları dəstəkləyirsə həyatına çəkməyi, ona uyğun doğru şəkilləri seçib, daha sonra kiminsə, bəlkə də biri deyir ki, mən tamamilə özümə əminəm, mənim heç bir qorxum yoxdur, bilinçaltı təmizliyə ehtiyac yoxdur, tamam. O da onun öz seçimidir. Və buna əslində üçüncü qayda çox lazımdır. Çünki çox görmüşəm təcrübələrimdən ki, bilinçaltı qorxuları hər hansı qorxuda olmasa bir xırda inanc sistemi belə ona əngəl olur. Və bunların üzərində çalışılacaq. Yəni tək-tək çalışılacaq, o qrup şəklində olmayacaq. Belə, yəni bəlkə də ola bilər ki, mən biraz proqramdan da əlavə hər dəfə beynimə nələrsə gəlir, qrupa bunu əlavə edin, proqrama bunu əlavə edin. Çünki hər dəqiqə bir yaradıcı düşüncə gəlir mənə. Daha nəyə görə qoşulanların ən yüksək faydasını olsun. Onlar çünki biz artıq bu eğitimləri boşuna almırıq. İnsanlara işıq ola bilək, onlara yardım edə bilək deyə bu yolda. Belə, o haqda bütün məlumatlar hər biri qrupda onlara izah olunacaq. Evet. Hesabı da şöyle yüzeysel anlatabilir misiniz? Nasıl hesaplıyorsunuz? Mesela benim doğum rakamım 28 Mayıs 1981. Hesapladığımızda 3 tane hesaptan bahsettiniz. Birinde 3 çıktı, birinde 21 çıktı, diğerinde de 10 çıktı. Yani 3 rakam. Üçlü kombinasyondur da, yəni üçü də bir yerdə bir-birinə dəstək olur. Siz hesablama üsulunu mu soruşursunuz, yoksa çıxan rəqəmləri mi soruşursunuz? Şimdi mesela benim gibi danışanınız geldi, doğum tarihini söyledi. İşte bu benzer yani 3 çıktı, 21 çıktı, 10 çıktı. Bunları nasıl anlamlandıracak? Siz onları nasıl yönlendiriyorsunuz? Məsələn, deyək ki 10 çıxdı, 3 çıxdı, digəri də nəsə bir rəqəm. Hər enerjinin özünün rəsimləri olacaq. Məsələn, 3 enerjisində sevgini həyatına çəkə bilər, sevgi ola bilər, ana ola bilər, yeni bir iş ola bilər. 6 enerjisinin özünün tələb etdiyi material olaraq da, məsələn, maşındır və yaxud da hər hansı bir təhsilli sistemdir. Biz bunu qrupda izah edəcək hər kəsə ki, bax, məsələn, deyək ki, qrupda 5 dənə 10 enerjisi var, 5 dənə 6 enerjisi var, çünki 22 dənə enerjidir bilirsiniz. Bəlkə də ola bilsin ki, birində heç 3 enerjisi çıxmır, birində heç 6 enerjisi çıxmır.
hansı enerjilər çıxırsa, o enerjilər üzərində onlara izah olunur ki, bax bu enerjilərin tələb etdiyi şəkillər bunlardır. Və şəkilləri təqdim edəcək biz burada Zoom proqramında və onların da seçim şansı özlərinin də əlbəttə ki, hansı şəkildə kim necə hiss edirsə, kim özünə yaxın hiss edirsə ki, bu şəkil mənə və yaxud da özünün istədiyi, özünün çəkdiyi bir şəkil varsa, onu yapışdıracaq. Yəni biz net olaraq il enerjilərini tələb etdiyi, dəstəklədiyi şəkilləri onlara göstərəcək ki, bax 5 şəkilləri budur, 3-ün şəkilləri budur, bu şəkildə. Bir də üçlü kombinasyon necə, məsələn 10 təslim olmalısan, akşa təslim olmalısan, yaradana təslim olmalısan, 3 dişillik enerjisidir, qadınlıq enerjisidir, özünü sevməlisən. Bəlkə də ailəli də ana olmağa qorxur. 3 enerjisi gəlir. 3 enerjisi artıq sən onunla özünü yaradana təslim etməlisən. Bəlkə də bilinçaltı qorxuların var. Onları təmizləyib, onunla özünü yaradana təslim etməlisən ki, sən bir 3 ola biləsən. Ana ola biləsən. Bəlkə də ana olmaq ehtimalı yoxdur, dişillik enerjisi aşağıdır. Nəyə görə aşağıdır? Burada hansı qorxuların var? Yəni, hər bir rəqəmin, hər bir sayının özünün qorxuları, negativdə çalışırmı, pozitivdə çalışırmı, hər bir üstündə üzərində işlənəcək. Ona görə deyirəm ki, hər birinin üzərində, hər bir incə detalına qədər çalışılacaq. Evet, çok güzel olacak muhtemelen. Yani sabırsızlıkla bekliyorum çalışmayı da. Nurhan'ın sayfasında göreceksiniz. WhatsApp çalışması şeklinde duyurusu olacak. Keza benim de öyle. İşte çalışmalarımızın duyurularını böyle şey yapıyoruz. Instagram'da ya da işte YouTube'da her kanaldan aslında paylaşıyoruz. Çok fazla kitleye ulaşmak için. Ağzınıza sağlık. Yorduk sizi de. Biraz artık son verelim. Ben teşekkür ederim. Katkı olduğunuz için, bugün bu görüşü təyin elədiyiniz için çok teşekkür ederim. Özünü sevən, özünü seçən fərqi yoxdur. Yəni mənim qrupumda, sizin qrupunuzda iştirak edə bilər. Sevə-sevə hər kəsi gözləyirik. Aynen, tamamen böyle hizmet insanları olarak aslında biz böyle bir araya gelip bir şeyler üretip insanlara nasıl daha güzel katkı sağlarız derdindeyiz. Özlem Hanım, teşekkür ederim. Emeğinize sağlık. Çok aydınlatıcı bir şey yazdım. Bir seyircimiz de çok beğendi. Teşekkür ediyoruz. Umarım Mine Hanım da yüreğinize sağlık der. Umarım katkı, fayda olur. Tabii ki seçimlerimizle yaşıyoruz aslında. Biz neyi seçersek onu yaşıyoruz, dönüşüyoruz. Biz dönüşünce ailemiz, etrafımız, sevdiklerimiz dönüşüyor. O yüzden bu enerjiler de dönüşüyor. Yani nerede tıkandınız, nerede yolunuz kapandı, nerede bir döngüdesiniz, para olur, aşk olur, aldatılma olur. Bunların hepsinin temeli yine işte Yaradan'a teslimiyet. O enerjinin verdiği negatif durumdan çıkamama. Ama işte Nur Hanım'ın da dediği gibi bilinçaltı çalışması neden yapıyoruz? Dönüştürmek için. İşte meditasyonu neden yapıyoruz? Dönüştürmek için. Neden o işte vizyon board panosunda hisler yüklüyoruz? Yine dönüştürmek için. Her şeyi dönüştürmek için. Yani son nefesimize kadar uğraşacağımız bir konu. Bunu nasıl yapıyoruz? İşte kendi öğretilerimize göre, işte Nur Hanım bilinçaltı temizleme işte uygulamalarıyla yapıyor. Aynı zamanda bunu sayılarla birleştiriyor. Ben keza yine sayıları alıp işte onu kuantum düşünce sisteminde, atom altı düzeyde ya da işte nörolojik olarak epigenetikten aktarılan duygu, düşünce, bilinçaltımızda yer alan düşüncelerini dönüştürme tekniklerinin envai çeşidi bilgisi var. Biz işte bunları uyguluyoruz. İşte dediğim gibi katılmak isteyenler WhatsApp numaralarımızı açıklamada yazıyorum. Oradan Nur Hanım'a, işte bana ulaşabilirsiniz. Çok diğer yayınlarımızda da tekrar umarım yine bu bilgileri paylaşıyor olacağız. Katılmanızı bekleriz. Tekrar teşekkür ediyorum. Son eklemek istediğiniz bir şey varsa alayım. Sadəcə təşəkkür edirəm, çox sağ olun. Artıq lazımi məlumatları verdik. İnşallah ki, bütünün en yüksek faydasını olur. İnşallah. Yani biz bunu keşfettik. Gözlerimiz ışıldadı. Eminim siz de bu alana girdiğiniz zaman, keşfettiğiniz zaman diyeceksiniz ki dedikleri kadar varmış. Hani Evet. söyledikleri kadar varmış. İnanılmaz etkileyici, inanılmaz güzel bir sistem. Çok şükür önümüze geldi. Çok şükür öğrendik. Bu arada öğrendiğimiz kişiyi de analım. Çok sevgili hocamız, Kemale hocamız sağ olsun aşkla anlatıyor dersleri. Ondan gerçek çok derin bilgiler alıyoruz. Hala doyamıyoruz. Keşke bir eğitim olsa yine katılsak derdini düşüyoruz. Ama kuş uçmak zorunda bir taraftan da biz de uçmalıyız. Biz de onun öğrencileri olarak nacizane artık bu hizmetin içindeyiz. Biz de kanatlandık. Desteklerseniz seviniriz. Tabii ki ilgi alanınızsa, tabii ki seçiyorsanız. Seçmek, seçim hakkı çok güzel. Ama bunu seçmek nedir? Kendi özünüze hizmettir aslında. Yani ben kendim için bu eğitimi seçtim. Orada bir altımı çalıştırdım. Bunu hizmet anlamında vermek için de 12-5'i
çalıştırma hedefindeyim. Hani o kendi sayılarımı biliyorum ya, rahat söylüyorum. Ama bilmeyenler için de bizden işte o harita analiz talebini alıp işte vizyon board çalışmasını Nur Hanım'dan talep edebilir. Daha etkileyici işte bilinçaltı dönüşümleri aynı şekilde anlattı kendisi. Ağzınıza sağlık. Teşekkür ederim. Artık yavaştan noktayı koyuyoruz. Oldu. Mən bir də onu da deyim ki, Burcu xanım, hatta vizyon boardu hazırlayanlar da qatıla bilər buna proqrama. Çünki əgər bilgisiz, özünüz öz seçiminizlə, hər hansı bir şübhəniz, hər hansı bir deyək ki, baxıb rəsmə bir duyğu və hiss verə bilmirsinizsə,